O yaxşılığın içində nəfs var, nəzər var. İndi bəziləri bunu qəbul etsə də, etməsə də, amma fakt bu insanların xarakterində var. Elə bir insanlar var ki, onlar o xoş məramlı formasında insanlara nəzər yetirirlər, amma onun nəfsi tərəfi insanın qarşısına alır. Bunların qarşısını almaq üçün yaxşılıq etməlisən. Yaxşılıq etməsən əgər, bunların qarşısını ala bilməyəcəksən. Çünki insanların o içində, nəzərində, insanların psixologiyasında, gözündə, nəfsində olan bəzi xarakterlər onların qarşısını almaq üçün mütləq şəkildə yaxşılıq etməlisən ki, işin, evin uzun ömürlü olsun. Bunlar bir tərəfə. Bu insanın öz şəxsi mənafiyi tərəfindəndir. Amma yaxşılıq odur ki, yaxşılıq edəsən. İnsanların yaxşılığa ehtiyacları var. İnsanların yaxşılığa ehtiyacları olduğu qədər onların mənəvi tərəfdən də rahatçılığa ehtiyacları var. Sən bir insana yaxşılıq edəndə o həm mənəvi tərəfdən qəlbini sevindirirsən. Qəlbi sevindirmək nədir? Həzrəti Peyğəmbər əleyhissalam buyurur, məsələn, deyir ki, qəlbi sındırmaq Kəbə evinin divarlarını tutmuşa bərabərdir. Sən təsəvvür elə, hər birimiz üzü Kəbəyə dayanırıq, üzü qibləyə dayanırıq, namaz qılırıq, ibadət edirik, yaxşımı? İbadət edirik. Deməli, biz namazı bilərəkdən üzü Kəbə, qiblə tərəfə qılmasaq, nə olar? Namazımız batil olar. Üzü qiblə tərəfə qoyun, quzu, məsələn, böyük buynuzlu heyvanlar, toyuqdan belə qibləyə tərəf üzü boğazıb qibləyə tərəf kəsməsək, əti halal olan heyvanın əti bizə haram olar. Düzdür? Dua eləyəndə müstəhəbbidir üzü qibləyə dayanasan və s. Deməli, nədir? O qiblə ki, bizim müqəddəratımızı həll eləyir. O həll eləyən müqəddərat ki, çaşdım, buranı kəsərik. O müqəddərat ki, həll olunur, Peyğəmbər əleyhissalam buyurur ki, qəlbin qibləsi o qiblədən üstündür. Hər kim insanın qəlbini sındırsa, Kəbə evinin divarlarını tutmuşa bərabərdir. İndi məntiqdə bunun əksi də var. Əksi bu ki, hər kim o qəlbi sevindirsə, bir o qədər Kəbəyə, Allaha, Peyğəmbərə, Əhl-i-Beytinə yaxınlaşmış şəxslərdən olar. Deməli, qəlbi sevindirsən, istər ata-ana, istər ailə, uşaq, yaxşı? Hər bir sahədə insan qəlbini sevindirməklə insan hər şeyə nail ola bilər. O insanın sənə qarşı bir mənfi, bir negativ sözü, negativ hərəkət, negativ fikri, düşüncəsi varsa, sən bir yaxşılıq etməklə o negativdən xilas ola bilərsən. Həm onu xilas edərsən, həm özünü xilas edərsən. Əgər o bir günah iş görmək istəyir və yaxud sənə qarşı qəlbində bir negativ hərəkəti, qeybəti, suizəni varsa, sən bir yaxşılıq etməklə onu günahdan xilas edərsən, özünü də günahdan xilas edərsən. O günah eləyirsən, yaxşılığından heç vaxt dayanma. Yaxşılıq budur. Yaxşılıq deməli, dünyanı yaxşılıq xilas edəcək. Yaxşılıq et ki, bağışlanmışlardan olasan. Bu bizim keçən təlimimizdən bir balaca bir xatırlatma. Amma bugünkü təlimimiz nədir? Bugünkü təlimimiz, deməli, təlim.2. Ailə qurma haqqında. Təlim 2, bu təlim 1 idi keçən. Ailə qurmaq haqqında bu günlərin biz təlimimizə başlayaq. Stop.